orta məktəbdə uşaqlara siqareti tərk etmək üçün təlimlər keçirlər. Təlimi keçənlər həmən uşaqların yaşıdları olsa, təlim daha çox təsir eləyir. Uşaqlar baxırlar, mənim kimi uşaqlardır. Nəinki böyük yaşlılar. Eyni yaşlıdır onu, yaşlı uşaqlar. O da görsə mənim kimidir. Çox vacibdir, çox vacibdir. Peyğəmbərimizdən bir stat gətirim. Möhtəşəmdir, İslam möhtəşəmdir həqiqətən. Bir çox sadə geyinərdi başqaları kimi. Bu təsir mexanizmlərindən biri budur da. Özü qaldırıb qoymusan yuxarı başa, mənə əmr verirsən. O olmur. Gərək endirəsən mənim kimi adamlar. Deyir, gəlirmişlər onu tanımayanlar məsciddə, Mədinədə. Bir sırada oturarmış. Onlar kimi paltar geyərmiş, sahabələri kimi. Bir sırada oturarmış. Tanımayanlar soruşarmış, Əyyukum Muhammed. Muhammed hansınızsınız? Çox dəhşətlidir, çox gözəldir. Bax. Eyni o çox vacib məsələdir. Çox vacib məsələdir. Təsir etmək istəyirsən qarşındakına, ona başa sal ki, mən də sənin kimiyəm elə. Günaha batıb boğulur, ilahi min adam əlini ver, mən də varam batanların içində. Aydındır. Mən də sənin kimiyəm. Onda təsir olur. Yoxsa yox. Mən, bilirsiniz, mən dünyanın ən təmiz adamıyam. Onda təsir eləməyəsən qarşındakı insana.